These fleeing refugees met these armed Armenian paramilitary units who started to fire at them. Heç nədən qorxmur dedi. Mən nə ölümdən qorxmuram, nə heç kimdən qorxmuram. Məni yaradan Allahdan başqa heç kimdən qorxmuram. Gittim qaydanda gördüm. Gelip elə bildim bir şey gelir. They couldn't treat him too badly because was a journalist present. Ya bilmədim Natiqin axırı nə oldu. Amma mən bir sual vermişim ona. Dedim ki, bunun axırı bu Natiqini bırakacaqsınız mı? Necə olacaq? This was the last time that Natik was seen alive.